Bu yarmarkaların təşkilində əsas məqsəd fermerlərin satış imkanlarının artırılması, həmçinin şəhər əhalisinin yerli, təbii, kənd təsərrüfatı məhsullarının birbaşa çıxış imkanlarının genişləndirilməsidir. Sumqayıtda ilk dəfə olaraq kənddən şəhərə bayram yarmarkası təşkil olunub. Bayram yarmarkasında kənd təsərrüfatı məhsulları satışa çıxarılıb. Bazarda pardon, davamlı Yox, yaxşı. Bəli. Almalar 1 manat. Kubaran. Kubaran keçməyə vermir. İndi bunu sən bayrama görə, burada satıb getmək istəyirsən, saparmazsın. 1 manata vermə, ver 70 qəpikə. 4 günə sat çıxır. Hoş. O hamısına yaxşı. Oldu. Sumqayıt şəhərində ilk dəfə olaraq kənddən şəhərə formatında kənd təsərrüfatı yarmarkası keçirilib. DEM mediası xəbər verir ki, yarmarka şəhərin 9-cu mikrorayonunda keçmiş Şərq bazarının ərazisində təşkil olunub. Yarmarkada ölkənin müxtəlif bölgələrindən olan fermer və istehlakçılar öz məhsullarını birbaşa şəhər sakinlərinə təqdim edirlər. Burada əsasən təbii və ekoloji təmiz kənd məhsulları, meyvə-tərəvəz, süd və süd məhsulları, bal, kənd yumurtası və digər yerli məhsullar satışa çıxarılıb. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov yarmarkaya baş çəkərək satılan məhsulların qiymətləri və keyfiyyəti ilə maraqlanıb. O, satıcılarla söhbət edib, onların problemlərini dinləyib, həmçinin vətəndaşlarla ünsiyyətdə olub. Şəhər rəhbəri yarmarkada xidmət səviyyəsinin yüksək olması, qiymətlərin əlçatan saxlanılması və alıcıların məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq tapşırıqlar verib. Bunu giyin. 90 qəpik. Bunu giyin. Qeyd edilib ki, bu cür yarmarkaların keçirilməsində əsas məqsəd kənd təsərrüfatı istehlakçılarına məhsullarını daha rahat satmaq üçün şərait yaratmaq, eyni zamanda şəhər əhalisini keyfiyyətli və münasib qiymətə ərzaq məhsulları ilə təmin etməkdir. Əhalinin artan marağının və tələb artmasını nəzərə alaraq, bu il kənddən şəhərə yarmarkalarının əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulmuşdur. Məhz bu məqsədlə olduğumuz Sumqayıt şəhərində və Bakı şəhərində əhalinin rahat çata biləcəyi 7 metro stansiyasının çıxışında kənddən şəhərə yeni il yarmarkaları təşkil edilmişdir. Həmçinin xüsusilə qeyd etmək istəyirəm ki, dekabrın 27-sindən etibarən ilk dəfə olaraq kənddən şəhərə yeni il yarmarkamız işğaldan azad edilmiş ərazilərimizdə Xankəndi şəhərində keçiriləcək. Yarmarkalarda iştirak edən fermerlər üçün bütün şərait yaradılmış, o cümlədən satış yerləri, piştaxtalar, lazımi avadanlıqlar və s. tamamilə ödənişsiz təşkil edilmişdir. Keçirdiyimiz yarmarkaların təşkilində dəstəyə görə müvafiq yerli icra hakimiyyəti orqanlarına, o cümlədən olduğumuz Sumqayıt şəhərinin icra hakimiyyətinə və digər yerli icra hakimiyyətlərinə Prezidentin Xankəndi şəhərində xüsusi nümayəndəliyinə təşəkkürümüzü bildiririk. Sumqayıt sakinləri yarmarkanın təşkilini müsbət qiymətləndirərək bu cür təşəbbüslərin davamlı olmasını arzuladıqlarını bildiriblər. Yarmarkanın müəyyən günlərdə də mütəmadi şəkildə fəaliyyət göstəriləcəyi qeyd olunub. Nizami Rəsulov, xüsusi olaraq Dinas TV üçün.